İşğaldan azad olunan ərazilərə sakinlərin qayıdışı intensiv şəkildə davam edir. Növbəti karvan bugün Ağdam rayonundan yola düşüb. Bununla da Xocalı şəhəri və Ballıcaya daha bir neçə qrup sakin gedib. Mən arzu edirəm ki, qalan ömrümü Xocalıda, Ballıcada yaşayayım. Və bu gün mənim ən sevimli günümdür. Və bu günü mən illərlə bu həsrətlə yaşamışdım. Şükür ki, bu gün həsrətimə qovuşuram. Bu gün vətənə gedirəm və inşallah daim olar. Xocalı sakini Hüseyin Həsənov kimi bugün daha 34 nəfər vətən arzusuna qovuşur. 33 illik həsrət sona çatır. Artıq onların doğma torpaqda yaşayıb yaratmaqla bağlı planları xəyallardan gerçəkliyə çevrilir. Bugün Xocalı şəhərinə 5 nəfər olmaqla bir ailə, Ballıca kəndinə isə 8 ailənin 29 nəfər üzvü köçür. İndiyə qədər yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan bu ailələr bundan sonra öz doğma yurdlarında daimi olaraq yaşayıb kök salacaqlar. Sevinç və həyəcanla yola çıxan Xocalılar bu hissləri öz doğma yurdlarından məcburi çıxan digər köçkünlərə də arzuluyurlar. Biz şükür edək torpaqlarımıza gedirik. Allah şəhidlərimizə rəhmət eləsin. Prezidentimizə uzun ömür versin. Qazilərimizə də Allah şəfa versin. Allah qismət elədi. Artıq o yerlərdə yaşamağa gedirik. Allah qismət eləsin. Bu dönüş əbədi olsun. Və bir də o nankör düşmənlərin ayağı bizim torpaqlara dəyməsin. Allah ordumuzu qorusun. Vətəni, vətənçiliyi qorusun. Arzu edirəm ki, bütün Qarabağ övladları, vətənpərvər övladlar gəlib Qarabağda yaşasınlar. Qeyd edək ki, bugün köçən ailələr də daxil Xocalı rayonunun Ballıca kəndinə ümumilikdə 180 ailə olmaqla 840 nəfər, Xocalı şəhərinə isə 346 nəfərlik 86 ailə köçürülüb. Artıq sakinlər Xocalı və Ballıcaya çatıblar və onlara mənzillərinin açarları təqdim oldu. Azad olmuş ərazilərə gedən sakinlərin orada tam şəkildə rahat yaşaması üçün bütün infrastruktur qurulub.